Selam uşaqlar, bugün Rus dili 10-cu sinif üçündür və videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmanız kifayətdir. Keçək 13-cü dərsimizdə "Не радуйся чужому горю", yəni başqalarının bədbəxtliyinə sevinmə. Mövzu belədir. Emil, мне очень нравится это стихотворение. Deyir ki, Emil, bu şeir mən çox bəyənirəm. Мне тоже, Elmira. Mən də Elmirəm. Вы любите поэзию? Поэзияны sevirsinizmi deyə soruşur. Для чего мы читаем стихотворение? Bu şeirləri nəyə görə oxuyuruq? Вы пробовали писать стихи? Şeir yazmağa cəhd etmişsinizmi? Да, вы чувствуете, когда читаете стихи? Что вы чувствуете, когда читаете стихи Hüseyna Cavidə? Deyir ki, Hüseyin Cavidin şeirlərini oxuyanda nə hiss edirsiniz? Və indi burada bir şeir var. Mən onu deməli, oxuyum sizin üçün. Çünki ola bilər ki, müəllimləriniz dedi ki, əzbər öyrənərsən və tələffüzü düzgün şəkildə bunu paylaşmışam. Həm video kimi, həm də shorts video kimi, yəni oradan öyrənə bilərsiniz. Не радуйся чужому горю. Uşaqlar, başqalarının bədbəxtliyinə sevinmə. Azərbaycan dilində burada bu Hüseyin Cavidin şeiri tərcüməsini Lev Ozerov edibdir. Bu Rus dilindədir. Və Azərbaycan dilində tərcüməsi belə bir şeiri var. Hüseyin Cavidin Sevinmə, gülmə, quzum. Bax, onu oxusanız, yəni o deməli, o şeirdir, yəni. Не радуйся чужому горю. Не радуйся чужому горю, милый. Злорадство брось, не смейся над бедой. И не встречай улыбкою постылой того, кто схвачен горькою нуждой. Насмешка, едкое словцо порою, ножом пронзает сердце на года. И помни, тот, кто ранен был тобою, уже не исцелится никогда. Не оскорбляй, а волю дашь гордыне, и оскорбишь, откроешь мести путь. Заплачет завтра, кто смеется ныне, не рань других, всегда отзывчив будь. Hüseyin Cavid. Və keçək indi bizim yeni sözlərimiz var, uşaqlar. Gəlin, onları da tərcümə edim. Так, злорадство. Радость при несчастье другого человека. Yəni, zloradство nə deməkdir? Başqasının bədbəxtliyindən sevinmək deməkdir. Постылый, nelübimi, yəni nifrət edilən, sevilməyən, belə deyək də. Нужда, бедность, ehtiyac, yoxsulluq, kasıbçılıq. Насмешка, издевательство. Burada istehza, ələ salma, belə deməkdir. Lağ etmək. Едкий, здесь обидно. Едкий burada məcazi mənada verilibdir. Yəni, едкий bu mətndə belə deyək də, təhqir edici, incidici bir söz deyəndə едкий deyilir də, belə deyək. Исцелиться, вылечиться. Burada sağalmaq, şəfa tapmaq. Оскорблять, обижать, унижать. Təhqir etmək, alçaltmaq, incitmək. Гордыня, высокомерие, тəkəbbür, lovğalıqdır deməkdir. Так, прочитайте стихотворение с правильной интонацией. Oxumuşam. Так, şifahi şəkildə olanlar, uşaqlar, onu müəllimlə işləyirsiniz. Так, 4-də. Подберите антонимы к данным словам. Исцелиться, оскорблять, отзывчивы. Deməli, burada 3 söz verilibdir və ona antonim, yəni əks mənada olan sözləri tapmalı. Gəlin, tapaq və yazaq, uşaqlar. Так, bu şəkildə yazdım, uşaqlar. Исцелиться, заболеть, yəni sağalmaq, xəstələnmək. Оскорблять, восхвалять, yəni təhqir etmək və tərifləmək. Отзывчивый, безразличный, yəni həssas, diqqətli, belə deyək də, və laqeyd, insana deyilir də, безразличный, belə. Так, keçək bizim 5-ci sualımıza. На какой вопрос нет ответа в стихотворении? Deyir ki, hansı suala cavab yoxdur. Почему можно радоваться чужому горю? Nəyə görə kiminsə bədbəxtliyinə demək, sevinmək olar deyə bunu deməli, bu yoxdur da. Так, 6-da. Какое выражение соответствует содержанию стихотворения? Mətnə uyğun. Не радуйся чужому горю. Bu da başqalarının bədbəxtliyinə sevinmə deyə. 6-da bunu seçdik. Keçək bizim
Так, sклонение числительных, hallanma, deməli sayların hallanmasından söhbət gedir. Burada göstərilibdir necə hallanır və bunu yadda saxlayırsınız ki, burada görürsünüz ki, 1 yazılır. Burada miqdardır 1 kitab. Burada первая ученица, birinci, məsələn, şagird deyə burada sıra sayında. Onlar ayrı-ayrılıqda, deməli, hallanır. 1 miqdar sayı olanda, belə deyək də, 1, 2, 3 deyiriksə, miqdar sayında olarsa say, onda adi, deməli, suallarla, padej suallarla hallanır. Amma, deməli, sıra sayında olanda bunlar, belə deyək də, sifət kimi hallanır. Yəni, həmi padejlara görə, rodlara görə, həmi, deməli, cəm tək halına görə. Ona görə də indi qabaqda bizim, belə deyək də, irəlidə tapşırıqlar var, orada da tam aydın olacaq. Так, 9-da найдите предложение числительные и укажите их падеж. Mən oxuyum, ondan sonra tərcümə edim və əlbəttə ki, burada yazmışam. Çislительные deyir ki, sayları seçin. Sayları yazmışam burada. 1941, 1909, 1918, 1937, 1905. Bunları və deyir ki, hansı padejdadır? Əlbəttə ki, предложный падеждədir. Burada yazdım sizin üçün. Sual hansıdır? Когда, в каком году deyirik də. Гусейн Джавид отказывался изображать достижения социализма, за что и был репрессирован и погиб в Сибири в 1941 году. Deyir ki, Hüseyn Cavid sosializmin nailiyyətləri təsvir etməkdən imtina etdi. Bunun əvəzinə repressiyaya məruz qaldı və 1941-ci ildə Sibirdə, deməli, vəfat etdi. В 1905 году он едет в Турцию и поступает на литературное отделение Стамбульского университета, где знакомится с видными турецкими писателями и поэтами. 1905-ci ildə o Türkiyəyə yollanır və İstanbul Universitetinin ədəbiyyat şöbəsində daxil olur. Orada görkəmli türk yazıçı və şairlərlə tanış olur. В 1909 году возвращается на родину и длительное время преподает азербайджанский язык и историю литературы в азербайджанских школах Tiflis, Gəncə, Naxçıvana. 1909-cu ildə vətənə qayıdır və uzun müddət Tiflis, Gəncə və Naxçıvandakı Azərbaycan məktəblərində, deməli, dərs deyir. Azərbaycan dili və ədəbiyyat tarixi dərsləri tədris edir də, belə deyək. В 1918 году переезжает в Баку. 1918-ci ildə Bakıya köçür. 4 июня 1937 года Гусейн Джавид был арестован. Hüseyn Cavid 4 iyun 1937-ci ildə həbs edildi. Deməli, uşaqlar, 1905 god, 1905-ci il, sonra 1941 god, 1941-ci, 1909 год, 1909 il. Так, дальше 1918, 1918, 4 июня, 4 iyun 1937, 1937 il. Dediyim kimi, предложный падежdə işlənir və когда, в каком году deyə bizdə suala cavab verir. Так, дальше. 10-cu tapşırıqda составьте предложение с данными словами и запишите. Так, yəni lüğətdə olan sözlərlə biz neynəməliyik? Cümlələr qurmalıyıq. Gəlin, nümunə göstərirəm mən və tərcümə edirəm ki, deməli, o cümlələrdə nə yazılıbdır, uşaqlar? Gəlin, yazaq. Так, birincidə deməli yazmışam. Он не скрывал своего злорадства, когда узнал о провале конкурента. Deməli, o rəqibinin uğursuzluğunu eşidəndə səsindəki qəzəbli sevinci, yəni ya da paxıllığı, belə deyək də, gizlədə bilmədi. Старый постылый дом стоял окутанным мглой и ждал своего последнего жильца. Deməli, köhnə sevilməyən ev dumana bürünmüş halda son sakinini gözləyirdi. Несмотря на нужду, они сохраняли гордость и никогда не просили помощи у соседей.
deməli belə deyək də ehtiyaca yəni olmasına baxmayaraq onlar deməli qürurlarını saxlayırdılar və qonşularına heç vaxt kömək istəmirdilər də, belə deyək. Его резкий комментарий прозвучал не как критика, а как чистая насмешка. Deyir ki, onun kəskin şərhi tənqid kimi deyil, açıq-aşkar bir belə deyək də istehza kimi səsləndi. Последовала едкая шутка, от которой всем стало неловко. Deməli, hamının narahat olduğu bir kəskin də belə deyək, ya da acı zarafat səsləndi, belə deyək. Düz olar. Tak. Bunu videonu dayandırıb yaza bilərsiniz. Növbəti. Он верил, что сможет полностью исцелиться благодаря силе духа и новым методам лечения. O ruhunun gücü və yeni müalicə üsulları sayəsində tamamilə sağalacağına inanırdı. Правила этикета строго запрещает оскорблять собеседника. Etiket qaydaları həm söhbəti demək təhqir etməyə qəti qadağan edir. Его гордыня не позволяла ему признать свою ошибку и попросить прощения. Onun deməli təkəbbürü də belə deyək də səhvini etiraf etmək və üzr istəməyə imkan vermədi. Он был невероятно отзывчивым человеком. O inanılmaz dərəcədə qayğıkeş, həssas insan idi də, belə deyək. Tak. Bunu da bu şəkildə yazarsınız, videonu dayandırıb və növbəti deməli bizim tapşırığımız. Так, исправьте ошибки по стихотворению, по тексту стихотворения. Yəni burada səhvlər var və onları deməli biz düzəltməliyik. Məsələn, радуйся чужому горю deyir ki, sevin kiminsə bədbəxtliyinə. Biz də əlbəttə ki, yazmalıyıq ki, не радуйся чужому горю. Gəlin yazaq onları da. Так, не радуйся чужому горю, не смейся над бедой, не встречай улыбкой горе другого, едкое слово не говори другим. Рана от слова быстро не исцелится. Не оскорбляй других, не мсти за оскорбление, будь отзывчив. Bax, bu şəkildə deməli biz yazmalıyıq. Gəlin keçək növbəti bizim tapşırığımıza. Так. Так, 12-də измените по падежам числительные 5, 47, 120. Deməli 5, 47, 47 və 120, 120. Burada görürsünüz ki, miqdar sayında da количественные, числительные. Ona görə də gəlin onu da yazaq. Tak. 5 necə olur? 5, 5, 5, 5, 5, а 5. Məsələn, necə sual verir? Что 5, чего 5, чему 5, что 5, чем 5, о чем о 5. 47, 47, 47, 47, 47, о 47. И 120, 120, 120, 120, 120, о 120. Bax, bu şəkildə. Tak, keçək 13-cü tapşırığımızda. Orada da bizdə deməli sıra sayındadır. 7, 58 и 69. Fikir versək, biz demişdik yaxı, deməli sıra sayında olanlar sifət kimi hallanır. Çünki belə deyək də, порядковые числительные склоняются həmi, belə deyək də, по падежам, склоняются по падежам, по родам и числам. Niyə по родам deyirik? Çünki burada cinsdə rol oynayır. Məsələn, 7 deyiriksə, какой? Burada уже kişi cinsindədir, murskoy roddadır. 58-я, какая? Görürsünüzmü? Burada уже женский rodda. 69-е. Görürsünüzmü? Məsələn, 69-ye место deyirik də. Уже burada orta cinsdədir. Deməli, bunların hər kaşın öz sualları var. Həm də ola bilər ki, məsələn,
tek halda və cəm haldadır. Ona görə də deyirik ki, они склоняются как прилагательные. Gəlin onları da yazaq. Tak, bu şəkildə yazdım ki, sizə tam aydın olsun uşaqlar. Yazmışam. Порядке чисел склоняется по родам, числам и падежам. Yəni, bir də deyirəm, sıra sayıları deməli sifət kimi xallanır. Yəni, onlar necə dəyişir? Həmi cinsə görə, həmi cəm tək və падежlara görə. Düzdürmü? Baxırıq. Имя прилагательное. Мужской родда sual какой-dur. Женский родда какая, средний родда какой. Родительный падеж. Мужской род какого, женский rod какой, средний rod какого. Bax, bu şəkildə yazdım ki, sizə aydın olsun. Yəni, sıra sayı hansı roddadırsa, hansı cinsdədirsə, o sualı da veririk biz. Məsələn, седьмой. Burada уже мужской родdadır da. Седьмой. Какой? Седьмой. Ondan sonra родительный седьмого. Dательный de какому? Седьмому. Винительный седьмой deyə bax bu şəkildə. Yəni 7-ci. 58-ya. Məsələn, tutaq ki, 58-ci otaq deyək də. 58-ya комната. Какая? 58-ya. Burada sıra sayında iki sözdən ibarət olan, yəni sastavını deyirik də, iki sözdən ibarət, üç sözdən ibarət olan deməli sayılar, belə deyək də, onların axırı dəyişir. 8-ya da məsələn, bu 50 da elə də qalır, ancaq axırıncı sözləri dəyişir burada. Məsələn, 58-я уже женский родdur, 8-я. Какая? 58-я olur. 69-я уже burada средний родdur da, 69-я место deyirik də. Какой 69? Уже bu средний roda aiddir. Burada eyni родительный падеж. Уже 58 biz bilirik ki, burada женский roddadır. Родительный падежdə какой deyə sualına 58. Средний rodda 69-го. Какого deyə. Bax, bu şəkildə deməli yazmışam ki, tam sizə aydın olsun həmin sualların. Yəni, 7 burada mужской rodda verilibdir. Deməli, mужской rodun suallarına cavab verir. Ancaq, belə deyək. Görürsünüzmü? Седьмым о седьмом. О каком о седьмом? Каким седьмым? Sonra имя, deməli, 58-ya burada женский roddur, düzdürmü? Deməli, ancaq женский roda aid suallara cavab verir. 69-ya bu orta cinsdir, deməli, ancaq orta cinsin suallarına cavab verir. Yəni, ayrı-ayrılıqda yaza bilərsiniz bunu, ya da bu şəkildə də yaza bilərsiniz ki, tam aydın olsun uşaqlar. Tak. Videonu dayandırıb yaza bilərsiniz. Və keçək növbəti bizim, deməli, burada məlumat var, onu da oxuyum və tərcümə edim. Так, отец Гусейна Джавида Молла Абдулла принадлежал к сословию духовенства. Hüseyin Cavidin atası Molla Abdullah Ruhani deməli sinfindən mənsub idi. Но он был известен и как певец, знаток мугамата, поэзии. O həm də xanəndə, muğam və poeziya bilən kimi tanınırdı. Благодаря вокальным данным его часто приглашали в Баку, Гянджу, Нуху, нынешний Ки. Deməli, vokal qəbiliyyətinin sayəsində onu tez Bakıya, Gəncəyə və indiki Şəkiyə dəvət edirdilər. Из 4 братьев и 3 сестер Джавида лишь один шейх Мухаммад Расизаде получил духовное образование. Deyir ki, Hüseyin Cavidin 4 qardaş və 3 bacıdan yalnız biri Şeyh Muhammed Rəsizadə dini təhsil almışdı. Однако, отказавшись от духовной деятельности, он учительствовал в течение 35 лет, 15 лет из которых пришлось на советское время. Ancaq o dini fəaliyyətdən imtina edərək 35 il müəllimlik etdi. Bunun da 15 ili deməli Sovet dövrünə düşür, belə deyək. Так. Ondan sonra во время открытия дома-музея Гусейна Джавида общенациональный лидер Азербайджана Гейдар Алиев подчеркнул, что шейх Мухаммад был первым, кто учил его азербайджанскому языку.
və Hüseyn Cavidin ev muzeyinin açılışı zamanı Azərbaycanın milli lideri Heydər Əliyev vurğulamışdı ki, Şeyx Məhəmməd onun ana dilini öyrədən ilk müəllim olubdu. Belə uşaqlar, sağ olun, görüşərik.